Mərhəmətli və bağışlayan Allahın adıyla. Nəhcül bəlağa. Dünya əl vuranda yumşaq, zəhəri isə həlak edici olan ilan misalındadır. Buna görə də səni dünyada şad edən şeydən uzaq ol. Buna görə ki, onun malından birazı səninlə birgə qalacaqdır. Həmçinin, onun qəm-kədərini özündən uzaqlaşdır. Çünki ondan ayrılacağına və onun halının dəyişəcəyinə inanırsan. Dünya ilə ünsiyyət və əlaqən çox olan zaman ondan daha çox qorx. Çünki dünyapərəst ona ürək bağlayıb şad olanda, dünya onu həmin şəraitdən çətinliyə tərəf çəkir. Yaxud onunla ünsiyyət və əlaqəyə arxalanıb, dinçlik tapanda, onu həmin haldan qorxu və vahiməyə düçar edir. Salama layiq kimsəyə salam olsun.